Ümumiyyətlə oyun terapiyası nədir? Oyun terapiyası nədir? Oyun oynayırlar sadəcə 45 dəqiqənin hamısını uşağın qarşısına oyuncaqlar tökülür və oyuncaqlarla oynanılır. Lakin belə deyil. Oyun terapiyasının özünün qayda-qanunları var və hər bir oyunun özünün rolu var uşaqda. Oyuncaqlar əslində uşaqların sözləridir, oyun isə uşaqların dilidir. Yəni uşağın orada qurduğu oyundan çox şey asılıdır. Biz orada çox şey görə bilirik. Bəzən valideynlər və yaxud qeyri-peşəkarlar tərəfindən qoyulan diaqnoz, yanlış bir diaqnoz uşağın tamamilə psixologiyasının korlanmasına gətirib çıxarır. Uşaqla aralarındakı dialoq bəzən yaxşı olmadığı üçün eləyə bilmirlər. Təbii ki, biz bu dialoqu ilk növbədə düzəldirik ki, yəni burada nədir bizdə səhvlik, nələr eləyə bilərik bunun üzərində bunu düzəltmək üçün, yaxşılaşdırmaq üçün, nələr eləyə bilərik buna baxırıq. Daha sonrasında artıq ev tapşırıqlarımıza davam edə bilirik. Salam Sevinç xanım, xoş gəlmisiniz. Bu arada Sevinç xanım uşaq psixoloqudur və biz bugün Sevinç xanımlar oyun terapiyasını müzakirə edəcəyik. Sevinç xanım, bəzən oyun terapiyası deyəndə valideynlər elə bilirlər ki, oyun deməkdir. Amma oyun terapiyasının özünün qaydaları var, özünün belə deyim də müəyyən qanunlar çərçivəsində idarə olunur. Ümumiyyətlə oyun terapiyası nədir? Mən də ilk növbədə salamlayıram sizi, təşəkkür edirəm çağırdığınız üçün. Oyun terapiyası barəsində doğru vurğuladınız. Valideynlər tərəfindən bu cür yanaşma var ki, oyun terapiyası nədir? Oyun oynayırlar sadəcə 45 dəqiqənin hamısını uşağın qarşısına oyuncaqlar tökülür və oyuncaqlarla oynanılır. Lakin belə deyil. Yəni bunun içərisində çox xırdalıqlar var. Yəni oyun terapiyasını belə düşünə bilərik ki, böyüklər necə ki psixoloqa gedir, öz bütün narahatlıqlarını psixoloqa danışa bilirlər, sözlə ifadə edə bilirlər. Lakin uşaqlar bunu ifadə edə bilmirlər. Ona görə də biz oyun terapiyasından istifadə edirik. Yəni uşaqların belə deyim ki, dili oyuncaqlardır, sözləri oyuncaqlardır və oyun vasitəsilə öz narahatlıqlarını, problemlərini ifadə edə bilirlər. Yəni bir növ oyun terapiyasına tərif verə biləcək olsaq, oyun terapiyası odur ki, uşaqlar öz duyğularını, düşüncələrini ifadə edirlər oyun vasitəsilə və bu psixoterapiya üsuludur. Yəni özünün də metodları var, özünün də incəlikləri var. Yəni bunu hər kəs qaydalar çərçivəsində aparılır da. Təbii ki, bəli. Yəni bunu belə deyim ki, hər kəs həyata keçirə bilmir. Yəni bunun üçün ilk növbədə uşaq psixoloq olmaq lazımdır və oyun terapiyası üzrə də təlim almaq lazımdır. Yəni adi oyundan çox fərqli olur. Bu arada onu qeyd etmək istəyirəm ki, Sevinç xanım oyun terapiyası, yəni təlimini alıb və sertifikatını almışdır. Oyun terapiyasının özünün qayda-qanunları var və hər bir oyunun özünün rolu var uşaqda. Mən keçən dəfəki çıxışlarda qeyd etmişdik, Vygotsky demişdi ki, uşağın əsas rolu oyundur, əsas məşğuliyyəti oyundur. Məhz oyunlar vasitəsilə onlar dünyanı kəşf edirlər. Hətta keçən çıxışlarımda qeyd etmişdim ki, oyunlar vasitəsilə onlar öz yaradıcılıqlarını sərgiləyirlər. Bəs oyun terapiyasını nə zaman edə bilərik? Yəni bunun hər hansı bir yaşı varmı? Belə deyim ki, ilk növbədə, yəni yaşlara görə uşaqların oyun oynama tərzi də dəyişir təbii ki. Və burada qeyd eləyəcəm hər bir yaşa uyğun olan oyunları. Məsələn, 0-2 yaşındakı uşaqlar sırf oyuncaqları ağzına aparırlar və yaxud da ki, əli ilə götürür, onları incələməyə başlayırlar və yaxud da ki, yerə atırlar, yerdən götürürlər. Bu şəkildə davam edir. 2-3 yaş arasındakı uşaqlar isə artıq belə deyim ki, tək oynamağa meyllənirlər. Yəni tək oynasınlar və yaxud da mış kimi oyunlardan istifadə edirlər. Tutalım ki, süpürgəni götürüb at kimi istifadə edirlər. Bu oyunlar bu yaş dönəminə uyğundur. Daha sonraki yaş dönəmimiz isə 3-6 yaşdır ki, artıq burada rollu oyunlar başlayır. Hansı ki, məsələn, uşaq biri müəllimə olur, biri şagird olur və yaxud da biri həkim olur, biri isə pasiyent olur. Bu şəkildə davam edir. Yəni hər yaş dönəminə uyğun əslində bizim oyunlarımız var və uşaqlarda da bunu müşahidə edirik ki, biz yəni bu yaş dönəmində uşaq bu oyunu oynaya bilirmi? Yəni burada artıq biz baxsaq ki, 5 yaşında bir uşaq hələ də rollu oyunlar oynaya bilmirsə, yəni başqa uşaqlarla oynamırsa,
Burada artıq biz sosiallaşmada problemin olduğundan söz edə bilərik biz, danışa bilərik. Baxın, 0-2 yaş aralığı uşağın belə deyək də inkişafının sürətlə getdiyi bir dövrdür və burada bir sıra çətinliklər var. 2 yaş sindromu var və yaxud da ki, ailədəki vəziyyətlə yarana biləcək psixoloji problemlər var. Bir oyun içərisində belə deyək də, biz hardan bilə bilərikmi bu ailədənmi gələn bir travmadır və yaxud da ki, bu uşaqda həqiqətən də hər bir belə deyim də psixoloji durum yerindədir. Görmək olurmu oyuncaqlarda? Məsələn, uşaq oyuncağı yerə atdımı və yaxud oyuncaqla aqressiv davrandımı? Bu belə deyim də bizə nə deyir? Təbii ki, onlar simvolik gedirlər hər biri. Yəni biz onu artıq müşahidə eləyirik və görə bilirik ki, orada uşaq burada nə demək istəyir bizə? Yəni ilk növbədə də dediyim kimi oyuncaqlar əslində uşaqların sözləridir, oyun isə uşaqların dilidir. Yəni uşağın orada qurduğu oyundan çox şey asılıdır. Biz orada çox şey görə bilirik. Məsələn, elə uşaq var ki, hə, gəlir, tutalım kuklanı götürür. Deyirəm ki, kukla acdır, neyniyək ona və yaxud da kukla ağlayır ki, görə ağlayan zaman ona necə reaksiya göstərilir evdə və uşaq ona başlayır sərt davranmağa və yaxud da onun üzərinə qışqırır, ağlama. Məsələn, kuklanı mən canlandırıram ki, mən yemək yemək istəmirəm, uşaq əvəzinə təbii ki. Mən yemək yemək istəmirəm. Uşaq artıq başlayır ona acıqlamağa. Yox, yeməlisən, yeməyini ye, tez ol. Artıq burada biz valideynin necə evdə tutum göstərdiyini görə bilirik bir tərəfdən. Belədir də, uşaqlar evdə olanları əks etdirirlər və Təbii. həmin oyuncaqlarla rəftarı ilə biz evdəki durumu çözmüş oluruq ki, evdə problemlər hardan qaynaqlanır. Çünki bir uşaq əgər oyuncağa aqressiv davranarsa, əlbəttə ki, bu aqressiya ailədən gələn bir tərəfdən yozulur. Baxın, oyun terapiyası ümumiyyətlə tək sırf olaraq autizm spektrli uşaqların üzərində qurulmalıdır, davranış problemli uşaqlar və yaxud normal uşaqları da valideynləri oyun terapiyasına apararaq iş dünyalarını kəşf edə bilərlər. Təbii ki, bu dəyişir diaqnoza uyğun olaraq. Autizm spektr pozuntusu olan uşaqlarla da oyunlarımız var. Daha çox duyusal yönümlü oyunlardır. Biz onları da istifadə edirik onlarla. Lakin normal uşaqlarla, yəni tipik uşaqlarla da olan oyunlarımız var ki, burada da əslində məsələn tipik uşaqlarda ola bilər ki, sosial fobiyası olsun, ayrılma qorxusu olsun və yaxud da ki, ailədə boşanma və yaxud da itki travması olsun, stres ola bilər, anksiyetası ola bilər uşağın. Bunlarda istifadə edirik biz oyun terapiyasına və nəticə də ala bilirik təbii ki. Bəs valideynlərə tövsiyəniz nə olar bu oyun terapiyasında? Valideynlərə ümumiyyətlə tövsiyə etdiyiniz durumlar olubmu ki, hansı situasiyalarda necə rəftar etməliyik? Təbii ki, valideynlərlə ilk növbədə danışıq aparırıq ki, bu yola çıxırıqsa biz birlikdə çalışmalıyıq və evə də bu yönümlü tapşırıqlar verilir. Hər dəfəsində, yəni təkcə uşağın mən orada işləyərkən duyğularını işləyirəm məsələn, amma evə də verirəm ki, bacarıqlar işlənilsin. Yəni gündəlik bacarıqlarımız mütləq şəkildə işlənilməlidir. Hansı bacarıqlarımız yoxdursa, tutalım ki, evdə yerini yığa bilmir uşaq. Bu bizim üçün biraz problem sayılır. Yəni uşaq gedib evdə yerini yığa bilməlidir, paltarını sərbəst şəkildə geyinə bilməlidir. Təbii ki, bu yaş aralıqlarına görə dəyişəcək. Yəni uşağın yaşına görə biz gündəlik baxım tapşırıqları, bəli, özünə xidmət tapşırıqları çıxardırıq və veririk ailəyə ki, bunlar üzərində çalışılsın. Bu şəkildə tapşırıq verilir, valideynə də verilir, uşağa da verilir və evdə çalışılır. Və bu izlənilir. Bir həftə müddətində bizdə oyun terapiya seansları həftədə bir dəfə keçirilir və bir dəfə gəlirsə uşaq, mən ona tapşırıq verirəm, gələn həftə o tapşırıq yoxlanılır. Və tapşırıq yaxşı yerinə yetirilibsə, təbii ki, bunun qarşılığında mükafatımız da olur. Yəni bu şəkildə hər tərəfli çalışılmalıdır. Oyun terapiyası əgər çalışırıqsa, uşaqda hər tərəfli şəkildə evdə, ailədə, ümumiyyətlə ailənin yanaşması, yəni ailə ilə bir görüşməmiz olur mütləq şəkildə ki, evdəki yanaşma necədir, nələri dəyişdirməliyik, yanaşma tərzimizdə hansı səhvliklər var, necə düzəldə bilərik deyə bir müzakirəmiz olunur mütləq şəkildə. Baxın, oyun terapiyasında yəqin ki, bir necə deyim, izləmələr olur. Oyun terapiyasına ümumiyyətlə neçə müddət gəlməlidir ki, uşaq bir nəticəsi olsun? Əlbəttə ki, uşaqdan uşağa dəyişiləcək, bu sözsüz psixoloji durumdan. Amma konkret bir zaman varmı ki, maksimum nəticə əldə etmək üçün müəyyən dövr uşaq gəlməlidir ki, bu akademik bilikləri əldə etmiş olsun?
Təbii ki, yenə də uşaqdan uşağa dəyişir. Nəticələrimiz daha tez də ola bilər, biraz gecikə də bilər. Uşağın necə reaksiya verməsindən asılıdır. Ümumiyyətlə ilk seanslarımız başlayırıqsa valideynə vurğulayırıq ki, 3 seansımız adaptasiya seansıdır mütləq şəkildə. Yəni bu bütün hər şeydə belədir. 3 seansımız adaptasiyaya ayrılıb və əslində, yəni belə deyim ki, 14 seans gedə bilər. Normalda 14 Bəli, seans. normalda 14 seans gedir. Bəs valideynlərə tövsiyəniz nə olar burdan ki, bax oyun terapiyası ilə əlaqəli öz təcrübənizdə üzləşdiyiniz problemlər. Bəzən valideynlər birmənalı qarşılamır. Buyurduğunuz kimi ki, oyuncaqla oynayır, amma siz demiş oyuncaqla oynamaq bir dünyanı kəşf eləmək deməkdir. Uşaq öz yaradıcılığını məhz oyun vasitəsilə sərgiləyir. Onların dili yoxdur, belə deyim, daxillərində baş verən o vulkanları, dalğaları bizə izah edə bilmirlər. Böyük olaraq biz öz fikrimizi tam olaraq izah edə bilirik. Çox əfsuslar olsun ki, bəzən uşaqlar olur ki, öz emosiyalarından bunu biruzə verdirirlər, amma çox zaman uşaqlar öz içlərində yaşamağa çalışırlar. Valideynlərə məsləhət nə görərsiniz? Yəni mütləq şəkildə, yəni uşaqların oyun oynaması üçün zəmin yaratsınlar evdə, mütləq şəkildə. Yəni o yaş etaplarına uyğun olaraq o mərhələləri uşaqlar keçməlidirlər. Bəzən daha çox əngəllər törədilir uşaqlar üzərində. Orada oynama, bunu oynama və yaxud da daha çox televizora falan yönəldilmə kimi durumlar olur, vəziyyətlər olur. Amma yəni tövsiyə elərdim ki, ilk növbədə uşaq üçün alan yaratsınlar ki, uşaqlar orada oyun oynaya bilsin rahatlıqla. Uşaqların oyunlarını mütləq şəkildə izləsinlər. Nə kimi oyunlar oynayırlar. Bayaq vurğuladığım kimi hər yaş dönəminə uyğun oyunlar var uşaqların oynaması gərəkən və yaş artdıqca bu oyunlar dəyişir. Əgər dediyim kimi, yəni 5 yaşında bir uşaq hələ də sosial oyunlara girmirsə, artıq buna bir diqqət eləmək lazımdır ki, uşaqda bəlkə də sosial fobiya var. Sosiallaşa bilmir, sosiallaşmamızda problem var və yaxud da ki, 2 yaşında bir uşaqdır, davamlı eyni oyunları təkrar oynayırsa, bəlkə də burada bir autizm diaqnozuna söz gedə bilər. Yəni hər bir oyunun altında sirli məqamlar gizlənir. Lakin onu da vurğulamaq istəyirəm ki, bəzən valideynlər və yaxud qeyri-peşəkarlar tərəfindən qoyulan diaqnoz, yanlış bir diaqnoz uşağın tamamilə psixologiyasının korlanmasına gətirib çıxarır. Oyun terapiyasını biz tətbiq edə bilmərik. Dəfələrlə bunu qeyd edirik. Bəzən oyun terapiyası deyəndə valideynlər elə bilirlər ki, oyun da ancaq oyuncaq, bunu mən də edə bilərəm. Amma həqiqətən də hər bir oyunun arxasında bu məqsədli olaraq keçirilir. Biz uşağa hər hansı bir oyuncağı verərkən orada bir məqsədimiz olur ki, biz bunu anlayaq, bunu bilək. Necə ki, rəsmlərin oxunuşu var, rənglərin, uşaqlar rəng seçimi edərlərsə, hansı rəngi seçərlərsə xarakterlarını bilmiş oluruq. Eyni ilə də oyuncaqlarda. Ona görə bəzən oyun terapiyası deyəndə valideynlər birmənalı qarşılamır, hətta ciddi belə almırlar ki, oyun terapiyası da bunu mən də evdə edə bilərəm, mən də oynaya bilərəm. Amma biz məsələn evdə oyuncaqlarla oynarkən və yaxud da ki, hansı bir oyunu oynayanda çox zaman valideynlər məqsədsiz oynayır. Amma mərkəzlərdə və yaxud hər hansı bir psixoloq uşaqla oyun terapiyası keçirərsə, burada mütləq bir səbəblər vardır. Məqsəd yönlüdür. Əgər bəli, sizdə də hansısa bir məqsəd varsa, məqsədi yönlü varsa, nəticəsi olacaq. Amma çox əfsuslar olsun ki, çox zaman məqsədlər olmur. Məsələn, adi autizm spektrli uşaq mərkəzinizə üst tutubsa, orada koqnitiv bacarıqların inkişaf etdirilməsidir, göz kontaktının yarana bilməsidir. Bunu ilə bağlı oyunlar oynanılır. Evdə isə biz çox əfsuslar olsun, zamanla bunu edə bilmirik. İlk növbədə valideynlərini övladlar dinləmir. Bir çətinlik burada yaranır. İkincisi, qeyri-ixtisas olduğunuza görə, bu ixtisas haqqında məlumatınız olmadığınız üçün, əgər eğitimini almısınızsa, təhsilini almısınızsa, bu haqda təhsiliniz varsa, övladınızla məşğul ola bilərsiniz. Və yaxud YouTube kanalından hansısa bir videonu izləyib, amma psixoloq kimi yanaşma tam fərqlidir. Necə ki, biz sadəcə oturub söhbət edə bilərik, onda çox kiçik yardımımız bir-birinə dəyər, amma psixoloq olaraq psixoloqa müraciət etmiş olsaq, onda nəticələr daha gözəl olacaq. Sizin sözünüzü dəstəkləyərəm, mən də deyim ki, təbii ki, burada bizdə yəni uşağı ilk növbədə izləyirik. Yəni uşağın o içində baş verən o narahatlığı və yaxud da yaşadığı hər hansısa travmanı ilk növbədə oyun vasitəsilə üzə çıxartmasını biz izləyirik. Nədir, uşağın narahatlığı nədir, düşüncəsi nədir, duyğular nə yerdədir, bunları izləyirik. Məsələn, valideyn baxanda çox da anlamaya bilər. Amma məsələn, bu kuklanı götürdü, uşaq bu cür rəftar elədi. Biz artıq onun simvolik mənasını bilirik və deyirik ki, uşaqda bu narahatlıq ola bilər və valideynin də təbii ki, sözlərini dəstək olaraq götürüb, ondan sonra yəni ümumi baxış keçiririk biz uşaqlarda və o uşaq o duyğu düşüncəni ora yansıdır, biz onu izləyirik. Və bizim təbii ki, məqsədimiz olur ki, hansı artıq
problem var və o problemin öhdəsindən gəlməliyik. Onu da oyun vasitəsilə artıq çözməyə çalışırıq. Yəni məqsəd yönlü və nəticəmiz olur sonda. Sonda nəticədə hər hansı bir məsələn testlər aparırsınızmı, müşahidələr aparırsınızmı və yaxud da ki, valideynə şifahi olaraq məlumat verilirmi, yoxsa yazılı bir şəkildə məlumat verilir? Çünki çox zaman valideynlər üçün bu önəmlidir. Hər dəfəsində zaten valideynlərə məlumat verilir seans sonraları, lakin sonda bir yekun test olaraq hər hansı bir tapşırıqlar yerinə yetirilirmi? Biz bunları inkişaf etdirmiş olduq seansların sonunda. İlk növbədə əslində, yəni başlamadan öncə biz testləri edirik. Mütləq şəkildə hər bir test uşağın yəni ehtiyacına uyğun testlərdən söhbət gedir burada. Öncəliklə də ailədə nə yerdədir, uşağın kimlə yaxınlığı var, kimlə yaxşıdır arası və yaxud da ki, kimlə arası yaxşı deyil, bunlarla bağlı testlərimiz olur. Bunları istifadə edirik və ailə içərisində də bunları düzəltməyə daha çox üstünlük veririk. Daha sonrasında artıq hər seans sonrası geri dönüşlərimiz olmur. Oyun terapiyası olduğu üçün reabilitasiyadan fərqli olaraq hər seans sonrası etmirik geri dönüşləri. Amma hər seans sonrasında mütləq şəkildə ev tapşırığı olur. Ev tapşırıqları edilir və yenə gəldiyində uşaq, biz onları artıq yoxlayırıq. Sonrasında isə biz artıq uşaq üzərində test keçiririk ki, yəni məruz buraxma deyək. Uşağın həmin o probleminə uyğun o məruz buraxırıq. Görək, yenə də həmənki şeylərimiz qalıbmı? Yəni həmənki duyğulardadır, həmənki düşüncədədir və yaxud da ki, davranışlarımız dəyişibmi? Yəni duyğu, düşüncə, davranış üzərində çalışırıq biz. Bunların dəyişib-dəyişmədiyini yoxlayırıq. Təcrübə etibarilə onu soruşmaq istərdim ki, yəni valideynlərin statistik araşdırmalara görə neçə faizi, nə qədər faizi o ev tapşırıqlarını yerinə yetirir? Çünki öz təcrübəmdən deyə bilərəm ki, nə qədər biz ev tapşırığı verməyə çalışsaq da, ay müəllimə məni dinləmir, sizi daha çox dinləyir, məni dinləmir. Belə bir problemlərlə üzləşdikdə nə edirsiniz? Bəs valideyn ümumiyyətlə övladını ilə bacarmadığı üçün, yəni övladı onu dinləmədiyi üçün, bu tapşırıqları evdə etmədiyi üçün əlbəttə ki, nəticələr daha gec olacaq. Bu zaman nə edirsiniz bəs? Belə hallarımız çox olur. Əslində, yəni daha yaxşı uyğunlaşan valideynlərimiz də var ki, məsələn, vermişəm ev tapşırığını, hər dəfəsində gəlirəm. Mən video şəklində də qeyd istəyirəm evdən ki, yəni bu tapşırıq etdiyinə dair video şəklində qeyd edilsin və hətta uşağa da bunu bildirirəm. Bir növ əslində uşaq bunu bildiyi üçün eləməyə çalışır artıq. Evdə cəhd göstərir ki, eləsin video şəklində o göndəriləcək və sonda mükafat qazanır deyə uşaq artıq onu etməyə meyllənir. Mən bunu vurğulayıram. Daha çox uşaqla əlaqədə oluram. Valideynlə də təbii ki, oluruq. Amma valideynlər baxıram ki, meyillidir, yəni eləmək istəyirlər. Sadəcə uşaqla aralarındakı dialoq bəzən yaxşı olmadığı üçün eləyə bilmirlər. Təbii ki, biz bu dialoqu ilk növbədə düzəldirik ki, yəni burada nədir bizdə səhvlik, nələr eləyə bilərik bunun üzərində, bunu düzəltmək üçün, yaxşılaşdırmaq üçün, nələr eləyə bilərik, buna baxırıq. Daha sonrasında artıq ev tapşırıqlarımıza davam edə bilirik. Yəni yenə də mükafat sistemi ilə davam elədiyimiz üçün, uşaq sonda o mükafatı qazanmaq üçün o ev tapşırığını eləməli olur. Sonda valideynlərə sözünüz nə olar Sevinç xanım? Çox sağ olun, gəldiyinizə görə minnətdaram. Çox dəyərli idi fikirləriniz. Çünki həqiqətən də oyun terapiya haqqında çox yanlış məlumatlar var. Dəyərli idi fikirləriniz. Son sözünüz nə olar valideynlərə? Mən də təşəkkür edirəm sizə dəvətiniz üçün. Yəni valideynlərə son sözüm olacaq ki, yəni oyun terapiyası adi oyundur deyib keçməyək. İlk növbədə uşaqlara oyun oynaması üçün sahələr yaratmalıyıq mütləq şəkildə. Yəni uşaqların oyunlarını belə deyim, məhdudlaşdırmaq yox da, yəni uşaqların daha yaradıcı oyunlar oynaması üçün onları dəstəkləməyinizi tövsiyə edərdim. Yenə də hər hansısa bir narahatçılıq varsa, əgər uşağınızda hər hansısa bir travma yaşayıbsa və yaxud da ailədə boşanma, itki, ayrılıq varsa, uşağınızda sizdən ayrılma qorxusu varsa və yaxud da stresslidir, dərslərini oxuya bilmir, anksiyetesi var, təşvişi tutur, imtahana gedə bilmir. Yəni bu kimi şeylər müşahidə edirsinizsə, mütləq şəkildə bir oyun terapisinə yazılın deyərdim. Çünki yəni uşağın o içindəki o duyğularını, o düşüncələrini daha yaxşı anlatması üçün oyuna ehtiyacı var. Oyunlar vasitəsilə bizə ona çatdıra bilirlər. Təşəkkür edirəm gəldiyiniz üçün.